Növbəti hədis, Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, deyir ki, ümmətimdən hər kəs cənnətə daxil olacaqdır, yalnız üz çevirənlərdən başqa, inkar edənlərdən başqa. Deyirlər ki, Allahın Resulü, və mən yəbə, kimdə üz çevirən, kimdə üz döndürən? Deyir ki, mən əta'ani daxilə cənnə. Kim mənə itaat eləyərsə cənnətə daxil olacaqdır və kim mənə asi olarsa artıq mənə üz çevirmişdir, məni inkar etmişdir. Deməli, itaətin sonu cənnət, asiliyin sonu nədir, qardaşlarım? Cəhənnəm odudur. Görürsən, deyir, ümmətimdən hər kəs daxil olacaq cənnət. Yalnız üz çevirənlərdən, inkar edənlərdən başqa. Çünki Allah Rasuluna asi elə, Allaha asilikdir. Deməli, Allah Rasul nəyi əmr edirsə, yerinə yetirməliyik, nədən çəkindirirsə, çəkinməliyik və nəyə xəbər veribsə, təsdiqləməliyik. Bu elə Muhammedun Rasulullah kəlməsinin səndən tələb etdiyi şeylərdir. Deyir, la ilahe illallah, Muhammedun Rasulullah. La ilahe illallah öz tələbi var, Muhammed Rasulullah kəlməsinin öz tələbi var, düzdürmü? Nədir Muhammedun Rasulullah tələbi səndən? Əmr etdiyi şeyləri yerinə getirmək, qadağanlarından çəkinmək və söylədiyi, gətirdiyi xəbərləri təsdiqləmək. Bu yoxdursa, deməli, insan Muhammedun Rasulullah kəlməsinin tabi olmayıb, tələbini pozub. Çalışmaq lazımdır ki, ona asi olmayaq, yalnız itaat edir. Çünki itaətin sonu nədir? Xeyir, bərəkətdir, cənnətdir. Lakin asilik sonu pis aqibətdir. Cəhənnəm odudur, lənətdir. Çünki insan nə qədər Allaha yaxın olarsa, bərəkətdən payı çox olar. Şeytana nə qədər yaxın olarsa, lənətdən payı çox olar. Necə İbn Qayyim rahimehullah günahların zərərlərində danışır.